bəxtim gətirdi. Şükür olsun Allaha. Suyumun qabağını kəsibdi, yetdi başdı əcdaha. Yetdi qaynım olmaqdansa, yetdi düşmənim olsun. Səni mənə versələr, dünyalar mənim olsun. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Səni mənə versələr. Sən mənim ürəyimsən, canımsan bacım. Damarlarından axan qanımsan bacım. Tanrıdan da ən gözəl payımsan bacım. Sən mənim ürəyimsən, canımsan Yer bacım. açın. Gözlə bir dənə bunu tut da. Qoy ora, hə. Sən mənim ürəyimsən, canımsan bacım. Bacı deyirəm, nə yaxşı var sənin. Sənin şotubu heç olmasa narmazlaqdır ki. Hə, amma Allahınıza şükür eləyin, çünki birazdan mənim işlərim artacaq, heç bunu da görməyəcəksiniz. Ha, canlarım. Hanı evimizin gözəl göyçək, diribaş, işgüzar gəlinləri, hanı? Evet, sözün düzü şəkər daha bir sən necə bezi bey. İnarsan elə bilirəm ki, bu gün sabah o motoru stuk eləyəcək. Papa, açıq nəmişdə özüm pis eləyir. Gecəndən səhərə kimi ağzından gələn sayaqlayıb. Nəm ev işləri görüb, nəm ora bura. Özün, yəni ki, çox pis eləyir də. Çox sağ ol. Yuxuda gördüklərin həyatda görsəydilər, biz də böyük günə çıxardıq. Yoxdur da. Bu evdə böyük qardaşı sayan yoxdur. Olsaydı bir kəlmə deyərdim ki, Nazlı evdə oturmalıdır. Getməməlidir sara. Çox da zilə qalxma. Qızın işin olmasın. Deyirəm, hər şeyi alatırsınız ki, Nazlı işə getməsin, hə? Çox sağ ol, Ayta. Əslində mən bunu gərək çoxdan eləyərdim. Belə qalıb tənbəlləşirsiniz. Tənbəlləşməmişik. O qədər enerjisiz qalırıq ki, da bir gün sabah xodlanmayacaq, onu da deyəcəm ata. Ha, yeməyi yiyir, sənə söhbətim var. Sizdən nuş olsun, mən getdim. Ha. Nə yiyirsən? Nə var? Çoxdan nə işin var da sən? Fikir, o mən nə şey edir ki? Bu da yəni. Geçə, bəxsdir. Oldu. Qız uşağı dükanda işləyə bilməz. Polisə xəbər versəz, dükanınızı yandıracağıq. Nə deyir bu? Ayta, bir dənə siz neyin? Əlimizi heç ara vurmayın. Onsuz da polis gələcək, bu parmaq izindən cinayətkarı tapacaq da və salam şütəman, burada çətin nə var ki? Polisə xəbər versə, dükanı yandıracaqlar. Görmürsən nə yazıblar? Özlaflığa bax, adam da adamın çörəyi ilə oynayar. Demə dayı. Ata, sən o əclafı heç uzaqda zadda axtarma, yaxşı? Yoxsa kənddə kim mənə belə pislik eləyər ki? Deyirsən o mərdimazar
qardaşlarımdan biridir, hə? Bir dəqiqə qulaq as ata. Xahiş edirəm bacım, məni o siyahıdan çıxın. Hansı axmaq adam öz malına, mülkünə ziyan vurar. Mən o qədər axmaq deyiləm. Xahiş edirəm məni çıxın. Sən özün şahidsən ki, həyatda bunların heç biri istəmirdi mən bu dükanda işləyim. Daydı ilə qoynumda əffi ilan böyüdürəmmiş ki. Kim olar səncə? Ata, bir də mənə bax. Narahat olma. Mən özüm geci tezi axtarıb tapacağam ki, görüm bizim bu dükkanı kim bu hala salıb. Narahat olma. Yaşar, olar sən çıxıb gedəsən. Mən elə buraları təmizləməliyəm, müştəri gələcək, biabırçılıqdır. Gedin də, xahiş edirəm. Deyirəm bəlkə qızım qalıb kömək eləyək. Ayta, qurban olum, heç kömək lazım deyil. Güllü gələcək onsuz da. Siz görə burada qalıb nə edəcəksiniz ki? Çox sağ olun. Getməyə gedim, mənim əlimin duzu yoxdur da bacı. Sən özün bilirsən ki, mən səni nə qədər çox istəyirəm. Həmişə mən sənə onsuz bütün işlərdə kömək eləmişəm. Allah köməyin olsun. Çox Sağ ol. Ayta, ehtiyat. Gəl ata, ehtiyatlı ol, ayağımı batıb eləyər. Deyirəm heç utanmırsınız. Heç qızarmırsınız. Ayıb olsun sizə. Bu işi kim görüb ona 1000 dəfə ayıb olsun. Adam da öz ailəsinə ziyan vurar. Adam da öz ailəsinə xəyanət eləyər. Boynuz alın. Onsuz da bu işi kim eləyib tapılacaq o həşərat. Ata, olar bir dənə sənə söz deyim. Sən qurban olunma, sən başva dönüm. Mən təkəm burada. Bəs bunlar ana. Get çağır onlara. Bildim, elə bir bayaqda məni danlayırsan, amma hamının adından. Ata, eşsən məni. Sən bu işi mənə tapşır. Heç nədən narahat olma. O kimdirsə, onu şəxsən mən özüm tapacam. Qəpiyinə qədər bizə dəyən ziyan var ha. Hamısını ödətdirəcəm. Şübhələndiyin kimsə var? Ata, sən başva dönüm mən. Gör nə gözəl söz deyirəm sənə. Mən hamıdan şübhələnirəm. Mən isə səndən şübhələnirəm. Bəlkə sən özün eləmsən. Arvadın əziyyət çəkməsin deyə bu işi qurmusan. Yaxşı, məndən şübhələnirsən. Gəl onu düz danışaq da. Dünən bütün gün sən yanında olmamışam mən. Ha, eləyirsən, niyə məndən şübhələnirsən? Deyirəm bəlkə bu işi elə sənə tapşırım, həll eləyəsən. Bax, gör sən ata, başqa vaxt o biri qardaşlarıma o qədər önəm verirsən, məni önəmsiz deyirsən, bildiyin necə? Əgər bu işi mənə tapşırırsansa, heç bir problem yoxdur. Nə eləyəcəm ata? Gör nə gözəl şey eləyəcəm. Bu heç kimin ağlına gəlmir ha. İt gətirəcəm. İt hamının əlini, ağzını, ayağını iynəsin, axır tapacaq da itə hamını iynətdirəcəm. Amma səndən bir şey xahiş edirəm. İndi özün bilsən, mən hamıdan şübhələnirəm. İtə birinci səni iynətdirəcəm. Mən niyə? Hamıdan şübhələnirəm axı. Məndən də. Hamıdan. Onda inət də. Onda bunu ver mənə ata. Daha heç də da. İndi it gələcək də ya. Ay şeker. Ay manşet. Sorqutdun. İşte Yaşar. Yaşar deyir ki eve it gətirəcək. Oh my gosh, bircə it yoxdur, bircə it yox. Mənim bir tane gəlmir, o gəlsə yenə əlləri məsəcək. Özümü biabır eləyəcəm, hər şey deyəcəm, ikimiz də biabır olacaq. Ay qız, bir sakit ol görüm. Biz elə danışmalıyıq ki, bizdən şübhələnməsinlər. Necə eləyəcək, necə eləyəcək? Bu səfər də mənə görə bu evə polis gəlsə, mən bitdim. Game over. Şəkər əli qandallı evdən çıxır. Bircə bu əskikdir, bircə bu əskikdir. Az, biz içində yazmadıq ki, kağızdakı polis çağırsız dükkanı yandıracaq. Çox polis çağırmazlar. Yazdıq, düz deyirsən. Bəs onda neyniyək, hə? İndi neyniyək? Neyniyək indi, bax, Dayan, doğru deyirəm, bax, fikirləşirəm. Biz elə danışmalıyıq ki, şübhələnməsinlər də, başa düşdün. Nəsə məşq eləmək lazımdır ki, Yaşar bizi soru-sual tutanda biz özümüzü yandırmayaq. Hə, yaxşı, de. Fikirləşirəm deyim, kəm ver. Fikirləşdin? Göstər də. 3 ədəd yarım kiloluq mürəbbə bankası. 9 manat. Banka 50 qəpikdən 3'ü 1 manatdan 50 qəpik. Yenə də 10 manat 50 qəpik.
Adı nədir ya? Mənim ürəyim tab gətirmir Nazlı. Su istəyirəm mən. Barda qabağında. Nazlı, bax sən evdə otursaydın bunların heç birisi olmayacaqdı. Zəfər onsuz da əsəbindən ürəyim partlayır. Səsini kəs otur yerində. Mənim raskod oldu. Nazlıdan aldığım məhsullar. Mənə bir dənə deyin görüm, dünən harda parkovka eləmisiniz? Dünən harda yatmısınız, nə qarmısınız? Ay, mən başımı xarab eləməyin, bir danışın da birimizə. Harda olmuşsan, hə dünən? Mən dünən qədər sünnət toyunda olmuşam. Harda sünnət oyunda? Olmuşam, sünnət toyu var idi, oraya getmişdim. Sübut elə. Sonra da evdə olmuşam, bir şəkillərimiz zadım var. Göstər. Abi sünnət oyun şəkili mənə göstərirsən, hə? Bağla onu. Nə göstərim, toyda olmuşam da. Sən orada olmuşsan, hə dünən? Hə? Elə baxsan ki, mən dünən fermada olmuşam. Aha. Yem qarışdırmışam. Aha. Yem qarışdırmışam. Ha, sonra... Atam göndərmiş də. Zəfərdən soruşa bilərsən. Sonra da ki... Hə, də sonra, nə sonra, elə başımı xarab eləməyin. Sonra, hə, sonra. Sonra da getmişsən, dükkana darmadağın eləmişsən, ağzüstü partladın. Yox, hə. Hə? Sonra da çayxanada olmuşam. Çayxanda olmusan? Hə, dəqiq? Dəqiq. 100%. Milyon faiz. Niyə tutum bunun çiynindən? Yox, bu bir əlindən də tut. Böyük qardaşına mən ağaysın. Böyük qardaşım, gözlə burada bir dəqiqə. Yaşar hamımızdan. Bəli. Belə də saxla onu. Tutmusan? Mən də səni tutadım. Gözlə bir dəqiqə. Bir dənə Familə zəng edeyim. Famil. Famil, mənim əziz qardaşım, necəsən? Famil, bir dənə xahiş edirəm ki, danışımıza fikir verək. Ay Famil, başqa şey deyirəm. Hələ bir dənə çaydıdara verəcəm də o pulunu yeç. Famil, mən sən danışdığın kimi danışa bilmirəm. Yaxşı, ay Famil, yaxşı. Verəcəm də, yaxşı, ay Famil, yaxşı. İndi qulaq asın, hə? Düzəl də. Deməli, siz təmiz adamlarsınız. Tərtəmiz. Tərtəmiz adamlarsınız. Hə? Hə. Deməli, heç bir iş görməmisiniz. Yox. Yox. Hə? Yox. Amma sizə bax, mən deyirəm. Sizin içinizdəki o əclafı mən tapıb çıxardacam, baxarsınız. Heyf ki, böyük qardaşımsan da. Heyf, heyf. Biz gedə bilərik, mənim dükkanda işim var. Heyfinə də, heyfinə. Nə qarasın, hə? Mənə nə qarasın, hə? Sən böyük qardaşdan mı? Gedə bilərsiniz. Də! Nə hə? Çayxanaya gedə bilərsiniz. Kəndin içində gedə bilərsiniz. Evin darvazanın çölünə çıxa bilərsiniz. Amma eşidən biləm, ölkədən çıxmısınız, sizi mən mələdərəm. Başa düşdün, hə? Balaca dibələk. Başa düşdün? Başa düşdün? Darvazadan çölə. Darvazadan çölə ölkənin içində olun. Yeri, get də da, yeri. Mən qonada ağlamaq istəyirəm. Gedin ağlayın. Səni mən deyən indi. Böyük qardaşımsan. Bil, gelin! Buna bax ya. Yox mən bunu tapacam, nə olur olsun. Nazlı, bura niyə bu haldadır? Nə olub? Doğrudan soruşursan, yoxsa elə belə söz gəlişi? Yox, doğrudan soruşuram. Maraqlıdır da, niyə bura bu gündədir? Nəsə kömək lazımdır. Deyirəm, doğrudan həyatda qəribə adamlar var, Sən neysən ha burada? Nə lazımdırsa? Heç nə lazım deyil. Gördü dükanın halını, gəldi soruşsun ki, bir köməyə ehtiyacı var, yoxsa yox. Sağ ol, Xəzər, heç nə lazım. Heç nəyə ehtiyac yoxdur.
Sən bir dənə buradan çıx get, uzaqlaş. Bizə bəs eləyir, girmə bu dükana. Ya, bu belə olmayacaq. Bu gədə pres görməsə, bu dükandan ayağa kəsilməyəcək. Elə çoxvuzun ayağı bu dükandan kəsilsə elə yaxşı olar Araz, elə yaxşı olar. Biz neyi, mən neynəmişəm ki? Böyle hamımızın gücü mənə çatır. Ha? Heç nə, keç iş görürəm. Kömək eləyərdim, heç olmaz. Gəl elə. Ayaqla, zarafat, yaxşı, əsəbləş. Sən bunu mən necə eləyə bilərsən? Mənim kimi qadına, mənim kimi sədaqətli qadına necə eləyə bilərsən? Mən necə alçalda bilərsən sən? Ay qız necə idi? Hə? Əla. Az qala özüm də inanırdım Oskarlıq. Aktris ola bilərəm. İnandım. Özüm də ağlayırdım az qala. Ola bilərsən bacı qurban. Sən onsuz da anadan gəlmə aktrisasan. Eltim qurtları oynadı baxıram. Qurtlarım oynamadı. Qurtlarım əməllicə tərpəndi. Əl-ələ tutub yallı gedirlər. Ay qız, deyirəm, gəl sən də bir elə, görək sən necə eləyirsən, həyəcanlanma, rahat ol. Belə şeylərdə gərək rahat olasan ki, qarşındakını inandıra biləsən göz yaşlarına. Sağ ol bacı qurban. Mən sənin kimi məşq eləsəm çaşıb qalacam, lazım. Mən də bədahədən gəlir. Mən sənin qədər istedadlı deyiləm. Hə, sən fitri istedadsan da, yəni bunu hamımız çox gözəl bilirik. Yəni. Neyse, yaxşı çıxdı. İnanacaqlar. Makyajım da pozuldu, gedim makyajımı təzəliyim. Get. Ay. Sən evdə otursaydın, başımıza belə bir iş gəlməzdi. Evdə oturanda ki adamın başına iş gəlmir ki Araz. Gəlir, ta belə də yoxdur ha. Heç kim gəlib dükkanı dağıdıb bu günə qoymazdı. Satışlar yaxşı olub ha deyəsən, dükan seyrəlib. Gecə dükana adam girib hər yeri dağıdıb. Nə danışırsan sən? Yaxşı, bəs bu qıburma qardaşların haradaydı? Bığıbırma qardaşlara imkan verirlər dükana gəlsin. Evdən çölə çıxmağa qoyurlar ki. Hamısını eləyib bu da, daha. Axırda belə olur. Danış görüm, nə olub? Bilirsən dükkanı kim bugünə qoyur? Kim? Xəzər. Nazlı yenə. Deyib, bloknotunu tapmışam. Bəlkə mənə sevgi mesajı yazıb bura, qoyub ki oxuyum, hə? Yox Güllüm, göyərçinlə sevgi məktubu göndərmişdi. Amma çatdırılmada problem yarandı. Ona görə dedi ki, qoy buraları yandırım, töküm, Güllü xanıma sevgimi elə etiraf eləyim. Ay Güllü, səni istəsəydi sənin telefonuna mesaj yazardı da. Bu bloknotda qeydlər var, Xəzərin qeydləri var. Özünə nəsə demisən? Yox, elə deməmişəm, bayaqdan Araz buradaydı. Amma gəlib ürək sözlərimi deyəcəm ona. Sən canım, Allah heç nə demə. Bax, ikimiz də biabr olacaq. Sən də mənim rəfiqəmsən deyə sən söz deyəndə mənə də təsir eləyir. Bəsdir də, heç nəyə o eləməyib baxı. Bilirsən ancaq Xəzərin tərəfini tutursan. Yox. Yaxşı sən Allah. İş görəndə niyə mənə çağırmadın? Sən gəl adım. Başım partlayır. Bir siz nə var? Bir dənə deyin görüm, bax dünən axşam kim hardaydı? Hardaydı nə sən? Məndən şübhələnsən? Ha, mən qəpiyi üstünə qoyub hesabat aparan adamam. Mən bütün günü bu hesabatları aparmaq üçün bilirsiniz necə əzab keçirdirəm? Mən özü bankanı dükanda vuraram yerə, ürəyim partlayar olsunsa. Bu iki sən hardaydın? Sən mənə özün göndərmədin, get mala bax. Mən də getdim biraz baxdım, sonra dedim gəlin bir nəmişə köməklik edim də. Birazdan qayıdaram ora.
Ha, yadıma düşdü, sən yadıma düşdü. Ya mən böyük qardaşam, ata əvəzin sənin. Ay qaqa, bəs səhər sən özün demədin ki, yumruğu vurardım o stolun üstünə belə. Hə dedim bəlkə gedib belə yumruğu orada dükkanda malların üstünə vurmuşsan. Ola bilər də. Ay qardaşlar, biraz danışığınıza fikir verin. Böyük qardaşla danışırsınız. Mən sizlə danışanda sözlərimə fikir verirəm. Deyirəm birdən güldən ağır söz deyərəm, qəlbinizə dəyərəm. Ha bu nə hörmətsizlik deyirsiniz? Ha dedim bağışda da bir qələt elədim də qaqa. Bilmədim də indi olur da başlı da gedir. Oy. Oy. Qaqa mən bildim bu kim yazıb. Mən tapdım. Buna bax, bunu qız yazıb. Qız yazıb onu. Qız? Hə, qız yazıb. Hardan bilsən ki, qız yazıb? Bax, bir dənə sən camdan buna diqqətlə bax. Gör necə səliqəli. Elə bil ki, bir-birim dalınca bax muncuq kimi düzüb bax bütün hərfləri gördün? Nə olsun, Ya sən olsun ha? Mən məktəbdə oxuyanda mənim müəlliməm mənə deyirdi ki, Yaşar sənə halal olsun. Elə gözəl yazırsan səliqəli, deyir səndə qız səliqəsi var. Ay gör bax eyni səliqə ilə yazıb, kimsə qız yazıb bunu. Ola bilər. Qız yazıb. Xəzər, sən məndən nə istəyirsən, hə? Nə düşmən yaparsan məndən? Yox, bəlkə sənin nəsə dərdin var, problemin var, demən bilim də. Nə olub yenə? Nə olub? Mən girmişəm dükana, görüm hər şeyi dağıtmısan, tökmüsən, bir orada kağız yazmısan ki, qız uşağı dükanda işləməz. Ayıbdır ya. Adam bir dənə pula görə cəmaatın ruzusu ilə oynamaz. Nazlı, Mən çox böyük səhv elədim, Xəzər. Çox böyük səhv elədim ki, sənin kimi adamla iş gördüm. Sən mənim başıma açmadığın oyun qalmadı. Heç eybi yoxdur. Nə idi indi bu? Nazlı çox əziyyət çəkir. İnsafdır bu. Mən gecə gündüz çalışıram ki, o qız istədiyi işdə olsun. Ata, 7 qardaş, 2 gəlin. Hələ yeri gəlsin Dilbər balamıza da baxır. Asan deyil, elə bir asandır. Mən bir qadın kimi deyə bilərəm ki, heç də asan deyil. Yaşar, xahiş edirəm, qoyun o istədiyi işdə. İşləsin, məşğul olsun, nə ilə istəyir. Ürəyim partiri. Mən nə deyirəm, o bizə ana kimi olub həmişə. Xahiş edirəm, Yaşar, bax. O dükanı kim o vəziyyətə qoyubsa, ged onu tap. Bir qızın arzularından oynamaq. Ürəyim partlayır mənim. Bir qızın arzularından, xəyallarından, istəklərinlə oynamaq. Nədir? Göstər onlara. Ürəyim partlayır mənim. Ay qız, səndən də öyləm otur. Hadi eşitmirsən, mən nə maraq deyib baxsan, deyirəm otur da. Danış şöyle. Nə? Məndən şübhələnirsən, Yaşar? Hə. Mən elə bilirdim ki, mən səni illər tanıyıram. Ay dünya, ay dünya. Mən illərlə çiyin-çiyinə yol yoldaş olduğum adamı, bir yastığa baş qoyduğum adamı tanımamışam. Mən sənin arvadınam, mən sənin uşağımın anasıyam. Hay. Ayıb deyil, axşama qədər mən qab silirəm bunları, yeri yığışdırıram. Nə tökürsüz, bir arxavızca onu dəmləyirəm. Mən sənin arvadınam. Ayıb deyil, hə? Heç səndən gözləməzdim, Yaşar. Heç səndən gözləməzdim. Nədir? Düşürsən ki, mən yəni öz çörəyimiz gələn yerə nəsə bir əmma eləyərəm. Dağdaram və özü gələm. Yox. Hə. Nə? Hə də, yəni ay Yaşar qardaş, sən bizdən necə şübhələnə bilərsən? Bizim ürəyimiz partlayır burada. Sən
Sən niyə bizdən şübhələnirsən, hə? Elə get bizlə o üzbəüz təzə gələnlərdən şübhələndi. Onu sorğu-suala tutdu. O da arvaddı. Bəlkə elə oğlunla əlbir olubdu. Bizim torbamızı tikib, hə? Onsuz da bizim mağazan bağlanmağı ona sərf eləyirdi. Alverləri xod gedir. Dayan ha. Beynim elə indi xoddan deyil məni. Mən bu vaxta qədər niyə ağlıma gəlməyib? Onlar onda bizim mağazanı dağıdıblar ki, özlərinin alveri yaxşı Hə gəlsin də. də. Az sən nə yaman artistsən. Özün mənə deyirdin, səndən qorxdum mən. Bacı qurban, mən sənə dedim axı ki, məndə bədahətəndir. Bu tərəfdən içmişdin? Xəzər, nəsə olub? Yox. Necə yox? Mən baxanda görürəm ki, sən pərtsən. Nə olub? Nə olacaq, amma mən bu qonşu qızı başa düşmürəm də. Səhər yuxudan durur, pis şey olan kimi gəlir mənim üstümə. Bayaq da gəldi, ağzından çıxan dedi, getdi. Nə dedi? Səncə yaxşı bir şey deyir ki bu? Deyir ki, dükanımı sən dağıtmısan. Yəqin evdə qardaşlarından hansısa ona sən nəsə deyib, qulağını doldurub vəssalam da, fikir vermə, əsəbidir. Ay mama, qurban olum, bu qədər saf olma da sən. Bu qız tək bu gün deyil, bu məni harda görür, acılayır. Yəni, məni görəndə əsəbləşir də bu konkret. Bilmirəm niyə. Sən mənə de görüm, sən o qızla danışmısan. Demisən ona ki, mənim heç bir günahım yoxdur. Bir imkan verir ki, danışım. Ağzıma açıram ki, sözümü deyim, avtomat kimi ötür. İmkan vermir ki, danışım. Ay sənə qurban olum, sən nə istəyirsən? Sən bu qızla danışmamısan. O da elə bilir ki, günah səndədir də. Get danış, deyinən ki, mənlik heç nə yoxdur. Başa düşdün? Nazlı, necəsən? Xəzər çıx çölə. Qardaşlarım gəlməmiş çıx çölə, tez ol. Nə olub? Sən elə bilirsən ki, buranı bu hala mən qoymuşam? Elə bilmirəm, əminəm. Nə oldu ay Xəzər? Belə sağlam rəqabət. Buydu sənin rəqabətin? Nazlı, mən Mənə belə... deyərdin ki, sənin müştəriyə ehtiyacın var. Elə bir-iki dənə müştəriləri göndərərdim sənin dükanına, amma belə eləməzdin. Yaxşı? Yəni mən belə bir şey niyə eləyim axı, Nazlı? Niyə eləyəsən? Gep dərdini polisə danışarsan. Yaxşı Xəzər? Gep polislə danışarsan. Güya polisə getsən nə olacaq? Sən mənə niyə inanmırsan axı? Mənim sizlə qəsdi qərəzliyim yoxdur. Mən sənə niyə inanmalıyam? Niyə inanmalıyam mən sənə? Gözlə. Bu nədir? Dükanımı dağıdanda yerə düşürtmüsən. Ala. Haram olsun, haram olsun. Sana etdiklərim haram olsun. Haram olsun. Nəsə lazımdır başqa? Nazlı xanım yoxdur. Nazlı xanım deyirsən? Neyniyəcəm? Yeni sipariş vermək istəyirdim də ona görə soruşdum. Görürsən burada Nazlı xanım. Mənəm də yoxdur, deməli yoxdur. Get. Hə, bu arada onu deyim ki, bayaqdan oxursan, amma bil ki, səsin yoxdur. Elə sən meyvə tərəvəz satsan daha uğurlu olarsan. Hə, pomidorunu sat, sən saçın qədər toy oxumuşam. Hə, bilirəm. Gedə. Get səni tapşıram Allaha. Get səni tapşıram Allaha. Yerindən duran musiqidən danışanda belə olur. Bu mənim bloknotumdur. Bura gələndə düşürmüşəm demək ki. Yəni bu bloknot buradadısa, o demək ki, buranı bu hala mən qoymuşam, Nazlı. Yəni bu qədər safsan sən. Xəzər, yəni belə danışmaqla fikirləşsən ki, sən işin içindən çıxacaqsan da, yəni heç nə olmamış kimi işin içindən çıxacaqsan, hə? Nə danışırsan, sən? Mən sənə yenə də deyirəm, mənim sizlə qəsdi qərəzliyim yoxdur. Səninlə problemim yoxdur, başa düşmürsən? Xəzər, nə problemin varsa, gel polisə danışarsan. Hə, burada yazmısan, polisə xəbəri verməyin. Bax, onu da gel polisə izah eləyərsən. Yəni sən məni şantaj edirsən də bu dəqiqə, hə?
Mən də sənin sözüm yoxdur. O söz var ya, oğru elə bağırdı doğrunun, sən daha yaxşı bilərsən o misalı. Mən səni şantaj zad eləmirəm. Mən olanı deyirəm. Mən bu işin axırına çıxacağam Xəzər. Çünki mənim əziyyətimi, zəhmətimi yerə vurublar. O kimdirsə mən onu tapacağam, yaxşı? Sən belə danışmağına görə, mənə şər atmağına görə peşman olacaqsan. Görərik kim peşman Mən olacaq. sənə sübut eləyəcəm ki, mənim bu məsələ ilə yaxından, uzaqdan əlaqəm yoxdur. Get Xəzər. Görərik kimin əlaqəsi var. Sübut eləyəcəm sənə. Get. Banazlı, Xəzər kimi dünya yaxşısa adamı niyə o günə qoymusan? Hə, dükanda özünə yer tapa bilmir. Güllü, onsuz da əsəbimdən partlayıram, sən Allah deyirəm üstümə gəlmə. Gələcəm də, vuracam da, çıxacam da, böləcəm də. Mən gələcək ailəmi fikirləşirəm. Yaxşı? Ay qız, sənin gələcəyin mənim gələcəyimi məhv edir. Başa düşdün? Hə qardaş. Çox sağ ol, çox sağ ol. Hə. Elə dünən axşamki görüntülər olsa bəsdir qardaş. Yaxşı, yaxşı. Çox sağ ol qardaş, çox sağ ol. Oldu, oldu.